Salam, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə məlumat olsun. Məsələ barəsində ki, mən hüquqşünaslar Seyidzadə bugünkü videoda məlumat verəcəm ki, əlilliyi olan şəxslər qulluq edən şəxslər nə qədər pul almalıdır və necə almalıdır. Eyni zamanda məlumat verəcəm ki, əlilliyi olan şəxslər mülkiyyət sahibinin kimliyindən asılı olmayaraq qaldığı evdə onun yaşayış hüququna xitam verirlərsə, təzminat ödənməlidir. Yəni evdən çıxardıra bilməz, bir sözlə. Əgər maraqlıdırsa video dediyim kimi sona qədər baxın. Bu sualı mənə vətəndaşlar həm əlilli şəxs olduğuma görə verirlər, həm hüquqşünas olduğuma görə verirlər. Məsələ barəsində qeyd edin ki, vətəndaşlar deyir ki, əvvəl mənim bacıma, qardaşıma, anam, atam baxırdı. İndi o rəhmətə gedib mən baxır, mən nətər pulu ala bilərəm. Birinci onu qeyd edin ki, siz ərizə yazmalısınız. Bacınız, qardaşınız da birinci qrup əlillidirsə, o da ərizə yazmalıdır və onun icra hökumətinə patronajlı qəbul etməlidir. Yəni ərizə yazıb verməlidir ki, xahiş edirəm mənim qardaşımı və yaxud bacımı mənə patronaj təyin edəsiniz. Bunun üçün əlilliyi təsdiq edən sənəd, şəxsiyyəti təsdiq edən sənəd, bir də ki, yaşayış yerinin arayışı olmalıdır hər iki tərəfdə. Bundan əlavə qeyd edin ki, patronajlı aldığınız zaman həmin pulu ala bilərsiniz. Qaynuq da ala bilərsiniz, amma qaynuq bir məhkəmə məsələdir, bu məhkəmə qaydasında təsdiq olunmuş bir şeydir. Hörmətli izləyicilər. Yəni onun müəyyən səbəbləri var. Yəni vətəndaş fəaliyyət qabiliyyətsizdir, elan olmalı məhkəmə qaydasında onu qaynuq ala bilərsiniz. O uzun bir məsələdir. Amma patronajlığı hər zaman ala bilərsiniz. Hörmətli izləyicilər. Həmin əlilliyi olan şəxsin razılığına. Bunu nəzərə alın. Bu birinci. İkinci onu qeyd edin ki, vətəndaşlar sual verir ki, mən əlillə boşanan, əlim məni evdən çıxardım, mən əlilliyi olan şəxsən və yaxud uşaq əlilliyi olan şəxsdir və yaxud sual verir ki, qaynatan məni evdən çıxardım, mən boşanmışam, nə edim? Uşaq əlilliyi olan şəxsdir. Bir mənalı şəkildə qeyd edin ki, qanunverici əsasən əlilliyi olan şəxslər mülkiyyət sahibi kimliyindən asılı olmayaraq həmin evdə qala bilərlər. Hətta mülkiyyət sahibi dəyişdiyi zaman belə vərəsəlik yolunda ki, qaynatınız rəhmətə gedibsə, qaynınız gəlib pay götürübsə, o halda da həmin uşaq orada qala bilər. Nəzərə alın və yaxud siz gəlmişsinizsə, əlilliyi olan şəxsinizə qala bilərsiniz, nəzərə alın. Sizin belə deyək, yaşayış hüququna xitam verilməsi üçün sizə təzminat ödənməlidir. Hörmətli izləyicilər, nəzərə alın. Ətraflı məlumat üçün qeyd olunan telefon nömrəsindən əlaqə saxlaya bilərsiniz. Qeyd edin ki, mən özümdə əlilliyi olan şəxsəm, ona görə əlillilərin hüquqlarına bağlı daha belə deyək, geniş maraqlanıram. Hörmətli